Şəxs yüngül baş ağrısı hiss edir. İnternetdə baş ağrısı və ya baş ağrısı hansı xəstəliklərdə, ağır xəstəliklərdə olur kimi axtarışlar edir. Saytlarda da beyin şişi, meningit, anevrizma kimi ciddi xəstəliklər çıxır. Nəticədə həmin şəxs ağır narahatlıq keçirdir. İştah, yuxu pozulur. Müxtəlif ixtisas həkimlərində dəfələrlə müraciətlər edir. Və ya ürək döyüntüsü ilə bağlı insan yüngül ürək döyüntüsü hiss edir. Axtarış edir ki, ürək döyüntüsü hansı ölümcül xəstəliklərdə olur. Yenə də saytlarda aritmiya, infarkt və digər ağır ürək xəstəlikləri haqqında məlumatlar görür. Təbii ki, şəxs panikaya düşür, gündəlik işləri yerinə yetirə bilmir, bəzən həkimə getməyə qorxur ya da lazımsız testlər elətdirir. Digər bir misalda, məsələn, bədəndə kiçik səpkilər çıxır, internetdə dəri səpkisi xərçəng yaradırmı kimi axtarış edir. Səpkini ciddi xəstəliklərlə, xüsusən də xərçənglə əlaqələndirir. Nəticədə stresi artır, həmin dərman və ya müalicə təlimatlarını öz başına tətbiq etməyə çalışır. Saydığım misallar siberxondriyanın əlamətləridir. Daha çox yüksək narahatlıq səviyyəsi olan şəxslərdə, hipoxondrik meyilli insanlarda, davamlı internet istifadəçilərində, xüsusən də sağlamlıq saytlarına tez-tez baxanlarda, mükəmməlliyətçi və ya kontrol ehtiyacı yüksək olan şəxslərdə daha çox görünür. Stresli dövrlərdə, məsələn, pandemiya kimi sağlamlıq qorxusunun artdığı zaman daha çox müşahidə olunur. Vaxtında müdaxilə olunmasa ciddi psixoloji və sosial problemlərə gətirib çıxarda bilir.